120 min insan bir gün Qədirxumda Peyğəmbərin bu ayəsini eşitdilər, əlbəəl gəlib 3 gün beyyət elədilər. Peyğəmbər dünyasını deyişən kimi gəlib Əhl-i Beytin qapısını yandırdılar. Quranı silməzdilər, ayənin adları təhrif eləməzdilər deyirsiniz. Niyə eləməzlər? Ona görə vəziyyət ciddidir. Vəziyyət ciddidir. Hətta üzr istəyirəm hacı, hətta Əhl-i Beytin imamlar dünyasını dəyişəndə bəzən qəbirləri, hələ İmam Əleyhisselamın qəbri gizli qalmadı mı? Nəyə görə? Hətta qəbrin dağıdılması, çıxarılması, ehtiramsız olması da var idi. Bəli. Onu qəbirdən çıxardı da ehtiramsızlıq eləmək istəyir. Quran at çəkmədi, maraqlı metoddan istifadə elədi. O da bu idi ki, vəsiflərlə bəyan elədi. Vəsiflərindir. Bax, belə maraqlı bir yol tutdu. O vəsifləri hamısı o qədər vəsifdir ki, özdə. Çıxmaq olmur ha vəziyyətdən. O yerə gəl çatdı ki, deyirlər, yox, budur. Allah başladı, neynəməyə? İmamətdən nə qədər danışdıq? Məgər imamətdən danışmayayım? İnnəmā yuridullah liyuzhibə ənkumur ric əhləl beyt yutəhhirəkum təthira. Allah siz əhl-i beyti pak elədi, çirkinliklərdən pak elədi, mütəhhər elədi. İmamətdir də. La əsəlukum aleyhi əcrən illəl məbəddədə fil qurba. Sevin bu əhl-i beytimi imamətdir də. İnnəmā nut'imukum li vəcihillah. Özləri ac qaldı, yedirdi əhl-i beyt də. La nuridu minkum cəzaən və la şükura. Heç nə sözdən istəmirik, təşəkkür istəmirik, əhl-i beytdir də. Əbnaəna, əbnaəkum, əhl-i beytdir. Ənfusəna, ənfusəkum, əhl-i beytdir. Nisaəna, nisəəkum, əhl-i beytdir. Qul i'məlu səyərəllah əmələkum və rasuluhu vəl-mü'minun. Əməllərinizi seyr eləyən qiyamətə qədər əhl-i beytdir. Ətiullah və rasul, ətiullah və ətiur rasul və ulul əmri minkum. İtaət eləyin bunlara, əhl-i beytdir. Minən nasi mən yəşir nəfsə ibtiğa əmərdatillah. Mənim bəndələrimin içərisində eləsi ki, var ki, bütün ömrünü mənə verdi. Heç nə istəmirsən, bir dənə istəyi vurdu. Mənim razılığım olsun, əhl-i beytdir. Əl-yom əkməltu ləkum dinəkum. Dinin kamalı əhl-i beytdir. Ətməmtu aleykum niməti, nehmətin tamamı əhl-i beytdir. Raditu ləkum əl-İslamı dinən, razı oldum bu dindən, əhl-i beytdir. Yevmə izinlə tusəlunnə ənin nəyim, qiyamət günü neymətlər haqqında sorğusu alacaqsınız, əhl-i beytdir. Salihul müminin, əhl-i beytdir. Ondan sonra Allah Taala gəlir, nələr demir? Nələr demir? Bu yaxında dediniz, hadi ayət. Likulli qovmin had. Əhl-i beytdir, hidayət eləyən əhl-i beytdir. Və sadiqunə sadiqu və sabiqunə sabiqun. Öndə olanlar əhl-i beytdir. Yəşhəduhul müqarrabun əhl-i beytdir. Fi buyutin əzinəllah ən turfəa. O uca ev əhl-i beytin evidir. Fəsəlu əhləz zikr əhl-i beytdir. Ənə mədinətul elm və əliyyun babuha əhl-i beytdir. Xeybər əhl-i beytdir, Əhzab əhl-i beytdir, Uhud, Bədir əhl-i beytdir, Aşura, Zuhur əhl-i beytdir, Fatimiyyə, Qədirxum əhl-i beytdir. Nə desin, nə qədər desin? Maşallah. Vəsf elədi də Allahımız bizə. Sən Allah bu qədər vəsfdən sonra deyə bilərsən, Quran əhl-i beytdən söz danışmayıb. Bundan sonra demək olar ki, ya əhl-i beyt İslam deyil. Hacı, bu dedikləriniz zərbətü əliyyun idi ya. Zərbə idi. Gözəl. Bunlar hamısı vəsf eləyib Allah Teala. Vəsf eləyib, bir-bir danışıb bizə. Nələr danışmayıb bizə? Nələr demədi bizə? Allah sizi qorusun. Davam eləyib.